Bakıda Özbəkistan vətəndaşı saxlanılıb. O, paytaxtdakı klinikalardan birində əl enerjisi ilə insanları müalicə edilmiş. İqbal Soliyev adlı həkimin yayılan müalicə metodu və klinikanın qarşısında insan izdihamı onun fəaliyyətinə polisin müdaxilə etməsi ilə nəticələnib və o polis tərəfindən saxlanılıb. Heç bir müayinə aparılmadan, diaqnoz qoyulmadan insanları əli ilə müalicə etdiyini iddia edib, paytaxtda estetik mərkəzlərdən birində otaq icarəyə götürərək qəbul keçirib. Özbəkistanlı bu həkimin 7 seansdan ibarət müalicəsinin birinin qiyməti isə 60 manat təşkil edib. İqbal Saliyevin müxtəlif xəstəlikləri bioenerji terapiya vasitəsilə müalicə etdiyini bildirərək qəbul keçirdiyi klinika bura olub. Lakin ötən gün izdiham yaşandığı üçün həmən klinikadan İqbal Saliyev kənarlaşdırılıb və yaxınlıqdakı restoranda fəaliyyətini davam etdirmək istəyib. Lakin izdiham yaşandığı üçün hətta bu yol bağlanıb izdiham nəticəsində oradan da qovulub. Və bildirilir ki, hava limanından öz ölkələrinə qaçmaq istəyərkən o saxlanılıb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla vətəndaş xəstəxanalara deyil, Özbək vətəndaşının əllə müalicə metodundan yararlanmaq üçün BS VIP estetik mərkəzinə üst tutub. Onun fəaliyyəti qısa müddətdə sosial şəbəkələrdə yayıldıqdan sonra klinikanın qarşısında izdiham yaşanıb. O da gəlsən, o da gəlin 2 dəfə üstündə. Klinikanın icarədarı Qəmbər Həsənov deyir ki, Özbək vətəndaşını Azərbaycana gətirən şəxslərdən biri onu İqbal Saliyevlə tanış edib. Həmin şəxs söz gedən klinikada bir həftəlik fəaliyyət göstərməsi üçün icarə müqaviləsi əsasında otaq götürüb. Biz deyirik ki, ayın 15-nə kimi bağlamışıq. Sonra bir günlüyünə işlədilər burada. Biz bir gün sonra çıxartdıq onları. Niyə görə çıxartdınız? Səski olur, bir şey olur, psixolog kimi qəbul eləmişdi, onlar psixolog. Və ekstran servis, bioenerji, bioterapiya vasitəsi. İcarədar həmçinin bildirir ki, İqbal Saliyev mərkəzdə yalnız bir gün fəaliyyət göstərib. İqbal Saliyevin əl enerjisi ilə müalicə metodundan sonradan xəbər tutduqları üçün yaranan izdihama görə onunla bağlanan icarə müqaviləsinə son verilib. Bu səskiyə görə çıxarıldı. Yəni günün 100 manata vermiş, cəmi bir gün işlədilər. Bəli, 100 manata vermişdir, bir gün işlədilər. Birinci tam işləməndə biz onları çıxartdıq. Biz çıxartdıqdan sonra da gedib uğraşan vaxt işləyir, amma bizim onlara heç də əlaqəmiz yox, xəbərimiz yox. Klinikadan qovulduqdan sonra Özbəkistanlı ekstrasens yaxınlıqda yerləşən restorana gedərək yemək adı ilə fəaliyyətini orada davam etdirmək istəyib. Lakin polisin məsələyə müdaxiləsi İqbal Saliyevin müalicələrini yarımçıq qoyub. Çörək yeməyə. 2 gün dalbadal gəldi çörək yedi. 3-cü gün gələndə bütün izdiham gəldi, doluşdu bura. Biz də polisə şikayət elədik. Gəldi, qaçdı, getdi bura. Analitik ekspertiza mərkəzindən verilən məlumata görə mediada qeyd olunan və əl enerjisi ilə müalicə kimi təqdim edilən üsullar tibb fəaliyyəti növü hesab edilmir və lisenziyalaşdırılan tibb xidmətlər siyahısına daxil olmadığından həmin fəaliyyətlərə Səhiyyə Nazirliyi tərəfindən nəzarət həyata keçirilmir. BS klinikasının fəaliyyəti ilə bağlı ekspertiza mərkəzindən isə bildirildi ki, müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya əsasında fəaliyyət göstərir və lisenziyada nəzərdə tutulan xidmətlər çərçivəsində fəaliyyət göstərməsi məqsədə müvafiq hesab olunur. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.